xarici kurslarda olub, paraşüt kurslarında olub, antiterror kurslarında olub, şiddətli soyuqlarda müharibə kursu. Bütün bu kursların hamısı müvəffəqiyyətlə keçirilmişdir. Həqiqətən onun bilik və bacarığına hər kəs heyran qalmışdı. Özü həmişə deyirdi ki, mən Azərbaycan Respublikasının milli qəhrəmanı olacağam. Amma torpaqlar azad olunduqdan sonra, yəni torpaqlar nə qədər ki azad deyil, mən milli qəhrəman arzulamıram. Mən öz qəhrəmanlığımı döyüş meydanında göstərəcəm və həqiqətən də göstərdi də. 17 illik xüsusi təyinatda böyük bir tarix yazdı öz adı ilə və 2016-cı ildə 3 günlük müharibədə demək olar ki, öz qanları ilə bir neçə qəhrəmanımız orada şəhid oldu. Böyük bir tarix yazdılar. Zəfərin birinci pilləsi demək olar ki, aprel müharibəsindən başladı. Pəncəli mənim 3-cü evladımdır, 2-ci oğlum. Onun xarakteri, onun davranışı bütün uşaqlar arasında fərqli olub. Bir işə ki girişdi, o işi tamamlamasaydı o rahat olmazdı. O qabaq olub hərbidə, mən sonradan getdim. O çox şeyi mən ondan öyrənirdim. Mən az müddət oldum, o uzun müddət idi. Çox şeyi ondan öyrənirdim, götürürdüm. Nəsə çətinliyim olanda, nəsə bilməyəndə ona zəng eləyib, ondan soruşurdum, o mənə yol göstərirdi. İlk dəfə 2010-cu ildə mən onu gördüm. İlk baxışdan bizə aid oldu ki, yüksək təcrübəyə malikdir bu şəxs. Yəni biz hər bir hərbi qulluqçu xüsusi təyinatlı qüvvələr mənsub olaraq onun bütün döyüş və bacarığına heyran qalmışdıq. Hər kəs ondan nəyisə öyrənməyə çalışırdı. Mənə çox dəstək olurdu. Qərarımda həmişə arxamda dururdu. İnsana kömək eləmək çox sevən biri idi. Dürüst insandı. Həftədə maksimum 2 dəfə görürdüm də onu. Onun işi çox çətindir. Yəni iş barədə də danışmaq olmurdu da, yəni onunla danışırdı, amma ehtiyatla. Yoldaşım bayırda başqa insan olub. Hərbi hissədə, işdə başqa insan olub, evdə də tam başqa insan olub. Yəni evdə gülərüz olub, insanları sevən olub da, torpağı sevən olub, vətəni sevən olub. Pəncəli Azərbaycanın milli qəhrəmanıdır. Qürurla deyə bilərəm ki, Pəncəli Azərbaycan xalqının mərifətli, igid, yəni namuslu, qeyrətli, şərəfli bir övladıdır. 18 yaşa qədər mənim övladım idi. 18 yaşdan sonra o Azərbaycan xalqının övladıdır. Mənə Pəncəli adını ona görə qoyublar ki, mənim dayım olduğuna görə. Çoxlu igidlər göstərib, Ağdamda, Tərtərdə döyüşüb. Bugün Azərbaycan milli qəhrəmanı Pəncəli Teymurovdur. Çalışacağım, onun kimi igid olum, qoçaq olum.